Xeyir olsun. Hər Bunlar vaxtınız ayrı xeyir. bir yıldan böyle. Səsləri tək getirin. Köpe gitmezler. Köpe taraf dediler. Axşamınız xeyir Yok. müəllim, necəsiz? Çox sağ olun. Siz necəsiz? Sağ olun, mən də yaxşı olun, mən də yaxşıyam. Çox yaxşı. Əla. Deməli müəllimlər, bugünkü qonağımız Lamiyə müəllimədir və Lamiyə müəllimə sizə sosial, emosional bacarıqlar haqqında məlumat verəcək, hansı ki, bilirsiniz, sertifikasiyanın əsas mövzularından biridir. Sözü verim Lamiyə müəllimə. Lamiyə müəllimə, burdasınız? Aha, burdadır. Salam, hər Salam. vaxtınız xeyir olsun. Hər vaxtınız Salam, xeyir. Necəsiniz? Çox sağ olun müəllimə. Siz necəsiz? Sağ olun, mən də yaxşıyam. Yaxşı Mən olun, təşəkkür. kompüterlə qoşulmağa çalışıram, amma biraz vaxt alır. o Salam baxımdan. müəllimə. Narahat olmayın. Salam, Salam. hər vaxtınız xeyir olsun. Müəllimə, xahiş edirəm bu dərsi ekran kaydı edib qrupa atarsınızmı? Sonra da yararlana bilək deyib. Müəllimə, belə bir məsələni qeyd edim. Baxın, YouTube-da bağlı paylaşacağam. Sadəcə linkləri göndərəcəm ki, müəllimə deyir açıq paylaşmaq olmaz. Artinin nəzdində çalışır müəllimə, deyir ki, icazə yoxdur. Ona görə mən necə edəcəm? Qapalı, yəni gizli paylaşacağam, linki göndərəcəm qruplara, girib elə baxarsınız. Yaxşı? Çox sağ ol müəllimə, təşəkkür Siz edirəm. İndi sizin gözəl təcrübələrinizdən, biliyinizdən yararlanaq. Buyurun, dinləyirik sizi. Mən də hər kəs salamlayıram, xoş gəldiniz. Çalışıram ki, kompüterlə qoşulum, amma niyəsə alındıramıram, ona görə telefondan. Müəllimə, say tamam olub. 100 nəfərdən o yana qoşulmaq olmur. Limit var. Yəqin ona Ona görə olar. görə. Yaxşı. Mən ona görə auditoriya belə bir sualla müraciət eləmək istəyirəm. Hörmətli auditoriya, sizcə emosiyalar nədir? Təhsil institutunda işləyəndir. Onu dəvət ediblər. Səsləri bağlayıram bircə saniyə. Aha, siz ünvanlayın, chat bölməsində yazın. Yaxşı müəllimlər, qarışıqlıq olmasın deyə. Buyurun. Aha, buyurun. Yaxşı, bizim həmkarlarımız yazsınlar emosiyaların ümumiyyətlə nə olması ilə bağlı və ümid edirəm ki, burada bizim məktəbə qədər təhsil müəssisəsinin əməkdaşları var, yəni onlardır və istəyirəm bizə bildirsinlər, görək, onlar ümumiyyətlə uşaqlara öz emosiyalarını bildirməyi necə təyin edirlər. Əziz auditoriyamız, bizim emosiyalarımız insanın müəyyən bir hadisələrə və vəziyyətə cavab olaraq əks etdirdiyi reaksiyalarıdır. Məsələn, burada xoşbəxtlik var, təəccüb var, kədərli olmaq var, qəzəbli olmaq var, çaşqın olmaq var, sevincli olmaq var, yəni utanmaq var. Yəni bu kimi deməli reaksiyalar, bədənimizin verdiyi reaksiyalar bizim emosiyalarımız adlanır. Və bildirmək istəyirəm ki, insanlar öz emosiyalarını necə göstərirlər? Ümumiyyətlə, biz uşaqlara kiçik yaşlarından bu emosiyaları dərk etdirməliyik ki, onlar öz hisslərini, öz duyğularını bizə ifadə edə bilsinlər. Bax, ona görə də müxtəlif emosiyaları ifadə edən şəkillər var ki, bu şəkilləri onlara təkrar etdirərək biz uşaqlara öz emosiyalarını göstərməyi təmin etmiş olar. İndi belə bir sual vermək istəyirəm ki, insanın məntiqi yoxsa ürəyi, düşüncələri hansı sizin üçün önəmlidir? Məntiq yoxsa emosional durum? Yəni ürəyimiz, belə deyək. Müəllimlər məntiq yazır. Məntiq yazanlar var, bəli. Duyğularımız, ürəyi, insan ürəyi, bəli. Hər ikisi vəhdətdə olsa daha yaxşı olar. Necə? Hər ikisi də vəhdətdə olsa daha müsbət olur. Bəli, həqiqətən də mən sizinlə tamamilə razıyam ki, insanın emosiyaları ilə məntiqi eyni olsa, yəni 50-50-yə olsa, biz tam məntiqimizlə də düşünərək qərar verə bilmirik. Bəzən onda duyğularımızı kənara atmış oluruq və yaxud da tam duyğularımıza qapanıb qərar verə bilmirik. Çünki o zaman da biz hisslərimizə, duyğularımıza qapılıb, onlar da bizi müəyyən bir mənada çaşdıra bilər. O baxımdan müəllimənin də fikri ilə tamamilə razıyam ki, bəli, biz məhz duyğularımızla məntiqimizi ikisini də, bir dəqiqə məndə burada zoom gəlir, ona görə. Bəli, bunların hər ikisi vəhdət təşkil eləsə, o zaman bizdə
təbii ki, ikisi eyni olanda bizim qərarlarımız da, verdiyimiz qərarlar da məqsədə uyğun olar. Ona görə də biz məntiqimizi intellekt əmsalı kimi götürürük, IQ deyirik buna. Emosional intellekt isə bizə çox lazım olan, yəni bizim duyğularımıza əsaslanaraq verilən bir fəaliyyətdir, belə deyək. Nədir emosional intellekt? Emosional intellekt emosiyaların düzgün idarə olunmasıdır. Yəni biz hisslərimizə tam qapılmırıq, emosiyalarımızı düzgün idarə edirik və emosional intellekt fərdin öz emosiyalarını qavramaq, idarə etmək, dəyərləndirmək və ifadə etmək bacarığı ilə əlaqədardır. Güclü emosional intellektə malik olan insanlar öz emosiyalarını düzgün idarə edirlər və emosiyalarını anlayırlar, başqalarının hisslərini ilə müşahidə edirlər, dərk edirlər və insan emosional intellektlə başqaları ilə necə münasibət qurmasını və emosiyaların nəzarətdə saxlamasına kömək etmiş olur. Ona görə də bax bugün müxtəlif pedaqoji ədəbiyyatlarda, psixoloji ədəbiyyatlarda emosional intellekt və biz bunun yanına da bir sosial emosional intellekt əlavə etmişik ki, bu bizim həm özümüzün, yəni şəxsiyyət daxili, həmçinin də şəxsiyyətlər arası olan münasibətlərimizi idarə etməyə fokuslanıbdır. İntellekt əmsalı nədir? Yəni biz dediyimiz IQ dediyimiz tam məntiqi təfəkkürə əsaslanan bir deməli intellekt əmsalıdır və bu da insanın təfəkkürünü yoxlamaq üçün hazırlanmış standartlaşdırılmış qiymətləndirmə vasitəsi əldə olunan əmsaldır. IQ ümumiyyətlə məntiqi düşünmə, oxuyub anlama və riyazi bacarıqları əhatə edir. Yüksək IQ-ya malik olan insanlar mücərrəd düşünürlər, asanlıqla ümumiləşdirmə edərək əlaqələr qura bilirlər. Bax, ona görə də bizim yetişdirdiyimiz uşaqlar, istər məktəbə qədər təhsildə, istər ibtidai təhsildə, məhz bunların vəhdətində biz intellektimizi inkişaf elətdiririk, emosiyalarımızı da qoruyub saxlayaraq, düzgün idarə edərək. Bunlar bizə çox lazımdır. Çünki insan dediyin bir bioloji varlıqdır və bu bioloji varlıq olaraq da insanlar öz duyğularına hakim olmağı, onu düzgün şəkildə idarə etməyi bacarmalıdır. Və uşaqlara biz əsəbləşmə deyə bilmərik. Çünki insanıq nəticədə, yəni onlar da əsəbləşə bilərlər, onlar da duyğulana bilərlər, onlar da qəzəblənə bilərlər. Ona görə mən Aristotelin belə bir fikri var, onu diqqətinizə çatdırmaq istəyirəm ki, Aristotel deyir ki, hamı əsəbləşə bilər, bu asandır. İstənilən insanı əsəbləşdirmək mümkündür bu dəqiqə. Lakin düzgün adama lazımı miqdarda, vaxtında, doğru səbəbə və uyğun üsulla əsəbləşmək bu asan deyil. Bax, bunu Aristotel deyib min illərlə bundan qabaq. Həqiqətən də istənilən ətrafdan gələn reaksiyalar bizi stresə sala bilər, qəzəbləndirə bilər. Bu uşaqlarda da belədir və onlar asanlıqla əsəbləşə bilirlər. Amma biz düzgün insanlara mı əsəbləşirik? Yəni biz o, belə deyək də, enerjimizi düzgün istiqamətə mi yönləndiririk? Bax, bu artıq çox da asan deyil. O baxımdan da elə uşaqlara kiçik yaşlarından öz emosiyalarına hakim olmağı, öz emosiyalarını düzgün idarə etməyi öyrətmək lazımdır. Bax, buna görə də emosional intellekt çox vacib bir sahədir və bu da gətirir bizi stresə salır. İndi əziz tərbiyəçilər, əziz müəllimlər, siz hər birinizdə istənilən zaman stresə düşə bilərsiniz. Məsələn, bu yaxınlarda biz bir təlim yekunlaşdırdıq. Orada da müəllimlərin göstərdiyi reaksiyalar onu deməyə əsas verirdi ki, onlar sakit görünməyə çalışsalar belə yenə də stres vəziyyətdədirlər. Bax, elə o stresin özü bizim emosiyalarımıza təsir edən bir, belə deyək də, bədənin verdiyi reaksiyadır. Amma əslində biz qeyd eləməliyik ki, stresin özü heç də ziyanlı bir şey deyil. Hətta belə deyək də, uyğunlaşma bir reaksiyasıdır. Ancaq uzun müddət davam etdikdə bu artıq təhlükəyə çevrilir. Nizami Gəncəvi necə deyir? Deyir, bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir suda. Əslində stres nədir? Stres bizim əslində bədənimizin müəyyən bir, belə deyək də, kənar təsirlərə verdiyi reaksiyadır. Bədən bizə məlumat verir ki, mən stressdəyəm, məni rahatlaşdırmaq lazımdır, sakitləşdirmək lazımdır. Ona görə də biz ümumiyyətlə məktəbə qədər təhsil müəssisələrində məşğələlər arası keçidlərdə,
və yaxud da uşaqların müntəzəm olaraq nəfəs texnikasını düzgün yerinə yetirməyi tövsiyə edirik ki, onlar bununla stresli vəziyyətlərini çıxartmış olurlar. Yəni düzgün idarə etmiş olurlar. Yəni nəfəs texnikası bunun ən başlanğıcda belə deyək də köməyinə çatan bir texnikadır. Əgər insan stresin acı nəticəsindən qaçmaq istəyirsə, onun öhdəsindən gəlməyi öyrənməlidir. Bu tərbiyəçi müəllimlər üçün də vacibdir. Çünki bizim işimiz təbii ki, məsuliyyətli bir işin öhdəmizə götürmüşük və bu məsuliyyəti işi də yerinə yetirmək təbii ki, bir stresdir. Ona görə də streslə mübarizə aparmağın şərtlərindən biri öz vəziyyətinə nəzarət etməkdir. Bunun üçün də müxtəlif tapşırıqlar var ki, biz bunların ən başında nəfəs texnikasını tövsiyə edirik. Çünki düzgün nəfəs almaq həqiqətən də stresi sakitləşdirən, bədəni sakitləşdirən bir vasitələrdir. Bəs sosial emosional bacarıqlar dedikdə nə nəzərdə tutulur, əziz həmkarlar, əziz müəllimlər? Bu haqda, yəni emosiyalarla bağlı qeyd elədik. Bəs bunun yanına bir sosial sözü artıranda artıq bu necə olur? Yəni sosial emosional bacarıqlar sizə nəyi deyir? Bu haqda kimsə nəsə demək istəyirsə buyursun, ya bizim chat bölməmizə yazsın, ya mikrofonu açıb da bizə qeyd eləyə bilər. Baxın müəllimlər, çox sağ olun müəllimə, çox gözəl məlumatlar verirsiniz. İnşallah ki, davamında gözləyirik. Müəllimlər, əl işarəsini qaldırın əgər sözünüz olanda. Mən bir adınızı çəkim, fikirlərinizi bildirin. Yəni qarışıqlıq olmasın, sonra videoya baxanda çaşbaş qalmayasınız. Aytən müəllimə, fikir bildirmək istəyirsiniz? Əl qaldırmısınız. Zevs İvanov yazılan müəlliməmiz. İnsanların da emosiyalarını anlamaq. Aha, deməli, hər kəslə ünsiyyət qurmaq, uşaqlarla münasibət, düzgün münasibət qurmaq, tolerantlıq, aha, maraqlı cavablar gəlir bizdən. Bəli, Aytən buyurun. müəlliməni də dinləyək. Buyurun, Aytən müəllimə. Müəllimə, sual olar, bir də təkrar olsun. Uşağa görə biraz uzağa getmişdim. Mən belə qeyd eləyirəm ki, yəni sualımız belədir ki, sosial emosional bacarıqlar deyəndə nə başa düşürük? Nə deyir bizə sosial emosional bacarıqlar anlayışı? Sosial o deməkdir ki, bizim təkcə özümüz üçün yox, ətrafımız üçün öz hissimizi tanımaq, öz hissimizi idarə etmək deməkdir. Çünki ətrafımızda olan hadisə və insanlara qarşı müəyyən hisslər istər-istəməz keçiririk. Amma biz tərbiyəçi müəllimə olaraq bütün vaxtlar üzrə deyə bilərəm ki, ola bilsin ki, şaşıltaqlıq edər, bizi də əsəbləşmək vəziyyətinə gətirə bilər. Amma o an biz öz hissimizi idarə etməliyik və yaxud da böyüklərə qarşı müəyyən biz xoş bir əhvallıyıq, birisini görürük, məsəl o kədərlidir. O zaman biz onun yanında gülməyimiz, məsəl üçün, yersiz ola bilər. Və yaxud da ictimai bir nəqliyyatda gedirik, məsələn, söhbət edirik ki, insan arasında xoş bir xəbər aldıq, amma biz ictimaiyyət arasında olduğumuzu bildiyimizə görə, məsələn, səsimizin tonunu və yaxud da reaksiyalarımıza bir qədər fikir verməliyik. Aydındır. Təşəkkür edirəm. Müəllimə, sizə belə bir sual vermək istəyirəm. Biz öz emosional durumumuzu daha rahat öyrənə bilirik, yəni anlaya bilirik, yoxsa ətrafdakı insanların emosional durumunu? İlk öncə özümüzü anlamadan ətrafımızı anlaya bilməliyik. Çünki ətrafımızı da özümüzü onu yerinə qoyaraq anlayırıq. Aydındır, empatiya quraraq. Təşəkkür edirəm, çox sağ olun. Hörmətli müəllimlər, gəlin baxaq görək sosial emosional bacarıqlar deyəndə nə nəzərdə tutulur? Sosial emosional bacarıqlar iki istiqamətdə təzahür eləyir. Onun biri şəxsiyyət daxili emosional bacarıqlardır, digəri isə şəxsiyyətlər arası emosional bacarıqlardır. Yəni bu iki istiqamətdə təzahür edir. Deməli, şəxsiyyət daxili deyəndə biz şəxsiyyətin, yəni özümüzə aid olan emosional bacarıqlarımızdır. Bunun da birincisi özünü dərk etmə bacarığıdır, ikincisi isə özünü idarə etmə bacarığıdır. Yəni biz öz emosiyalarımızı, öz hisslərimizi, duyğularımızı dərk edirik. Mən bu sualı elə nahaq yerdən vermədim ki, özümüzü dərk etmək asandır, yoxsa başqalarını. Yəni bəzən elə olur ki, insanlar özlərini düzgün şəkildə dərk edə bilmirlər. Yəni hisslərini, duyğularını düzgün tanıya bilmirlər. Bu uşaqlarda da belədir.
etməlidir. Biz uşaqlara necəsən sualını verəndə adətən öyrəşmişik, hamı yaxşıyam deyir. Yaxşı olsa da, olmasa da yaxşıyam deyir. Amma biz uşaqlarımıza necəsən sualında öz emosiyalarını bizə bildirməyi öyrətməliyik ki, onlar özlərini dərk etmə bacarıqlarını inkişaf etdirmiş olsunlar. Yəni burada özünü dərk etmə o deməkdir ki, emosiyaları və düşüncələri tanıma bacarığıdır və onların davranışa təsiri kimi göstərmək olar, başa düşmək olar. Bura şəxsin özünün güclü və zəif cəhətlərini dəqiq qiymətləndirmək və əsaslı bir özgüvən, nikbinlik hissinə malik olması daxildir. Ona görə də biz özünü dərk etmə bacarıqlarını uşaqlara aşıladıqca onlar öz duyğularını, emosiyalarını, düşüncələrini tanıyırlar, tanımağa başlayırlar və bu bacarıqlarla da onlar davranışlarını artıq idarə etməyi öyrənirlər. Burada onların güclü tərəfləri, zəif tərəfləri, cəhətləri dəqiq qiymətləndirilir. Bəzən biz təvazökarlıq göstəririk, öz güclü tərəflərimizi deməyə, hətta orada bir vergül qoyub deyək, təvazökarlıqdan kənarda olsa deyə bilərəm ki, mənim bu kimi xüsusiyyətlərim var. Amma biz uşaqların bu duyğularını, yəni özünü dərk etmə bacarıqlarını inkişaf etdirdikdə onlarda həm də bir nikbinlik hissi formalaşdırmaq olur. Özünü dərk etmə, yəni özünü tanıyandan sonra artıq insan nə edir? Özünü idarə edir. İnsan var ki, tez özündən çıxır, əsəbləşir, belə deyək də, hər şeyə həssaslıq göstərir. Deməli, bu hər şeyə tez əsəbləşirsə, bu onu cəmiyyətdə, insanların arasında, belə deyək də, çılğınlıqla biruzə verməməlidir. Neynəməlidir? Özünü idarə etməlidir. Ona görə də şəxsiyyət daxili emosional bacarıqların ikincisi adlanır özünü idarə etmə bacarıqları. İnsanın müxtəlif situasiyalarda emosiyalarını, düşüncələrini, davranışlarını effektiv şəkildə tənzimləmə qabiliyyəti olaraq başa düşülür. Yəni, mən ola bilər ki, çox həssas insan olaram, çılğın insan olaram, əsəbi olaram və bu əsəbiliyim mənə imkan verməlidir ki, mən yəni özümü idarə etmə bacarıqları ilə imkan verir ki, mən özümü müxtəlif situasiyalarda, müxtəlif yerlərdə tənzimləyə bilim. Xalq arasında buna cilovlama, hisslərini cilovlamaq deyirlər. Biz burada stresi və impulsları idarə etmək, özünü həvəsləndirmək, eləcə də şəxsi və akademik hədəflər müəyyən edərək onlara çatmaq üçün işləmə imkanlarını daxil edə bilərik. Bax, bu iki bacarıq özünü dərk etmə, yəni özümüzü tanıyırıq, sonra özümüzü, hisslərimizi tanıyandan sonra onu idarə edirik. Yəni, bax, bu ikisi şəxsiyyət daxili emosional bacarıqlardır. Aydın oldusa, mən növbəti hissəyə keçim. Məncə mükəmməl izah edirsiniz. Çox gözəl. Təşəkkür Müəllimlər, edirəm. razısınız mənimlə? Düşünürəm ki, çox gözəl izah edir. Yəni, müəllimləri kilitləmisinizsə, Bəli, əla müəllimə. Bəli. Aha, çox sağ olun, minnətdaram. Deməli, bundan sonra bizim gəlir şəxsiyyətlər arası emosional bacarıqlarımız. Yəni, biz artıq şəxsiyyət olaraq özümüzü dərk edirik, tanıyırıq, hisslərimizi, emosiyalarımızı, duyğularımızı idarə etməyi bacarırıq. İndi keçdi bizim axı ətrafımız da var, sosial çevrəmiz də var və bu sosial çevrədə biz öz emosional bacarıqlarımız artıq, belə deyək də, gündəmə gəlmiş olur. Yəni, sosial dərk etmə, burada artıq birinci, belə deyək də, bacarıq kimi qiymətləndirilir. Şəxsiyyətlər arası emosional bacarıqların içərisində sosial dərk etmə. Sosial dərk etmə nədir? Bizim çevrəmizi dərk etməkdir. Mən bayaq sual verdim ki, insan özünü yaxşı dərk edə bilir, yoxsa sosial çevrəsini. Baxın, biz bəzən öz emosiyalarımızı düzgün tanıyıb qiymətləndirə bilməyə bilərik. Amma insanların üzündəki simaya baxanda, o emotion deyirlər də, indi telefonlarda da var. O emosiyalardan biz artıq qarşıdakı insanın müəyyən bir, belə deyək də, hansı halda olduğunu aydınlaşdıra bilirik. Belə, uşaqların, məsələn, qaşları düyünlü gəlibsə, qəzəbli gəlibsə, artıq tərbiyəçi müəllim kimi bizə aydındır ki, biz bu uşaqda, yəni, qəzəbli gəlib, ya kefi yoxdur, ya nəsə, onu biz, belə deyək də, müəyyənləşdirə bilirik. Ümumiyyətlə, sosial dərk etmə, müxtəlif köklərdən və mədəniyyətlərdən olan insanların nöqteyi nəzərlərini almaq
anlamaq və onlara empatiya bəsləmək, davranış üçün müəyyən olunmuş sosial və etik normaları başa düşmək, ailə, məktəb və ictimai qaynaqların onların dəstəyini qəbul etmək bacarığıdır. Yəni bir sözlə bizim çevrəmizi tanımaq bacarığımızdır, insanları tanımaq bacarığımızdır. İnsanların üz quruluşundan, rəftarından, səsinin tonundan artıq biz onun hansı emosional durumda olduğunu anlamış oluruq. Biz buna şəxsiyyətlərarası emosional bacarıqlardan sosial dərk etmə adını veririk, yəni sosial dərk etmə bacarığı deyirik. Və ikinci, burada sosial münasibətləri idarə etmədir. Bəli, biz ətrafımızı bildik, tanıdıq, onun emosional durumunu müəyyənləşdirdik. İndi həmin münasibətləri nə etməliyik? İdarə etməliyik. Yəni, müxtəlif fərdlər, qruplarla sağlam, faydalı əlaqələr qurmaq və saxlamaq bacarığıdır. Yəni, aydın ünsiyyət qurmaq, yaxşı dinləmək, başqaları ilə əməkdaşlıq etmək, yersiz sosial təzyiqlərə müqavimət göstərmək, münaqişələr zamanı, konfliktlər zamanı konstruktiv danışıqlar aparmaq, ehtiyac olduqda isə kömək istəmək, kömək təklif etmək bacarığı məhz sosial münasibətlərin idarə etmə bacarığı adlanır. Yəni biz insan necə ki birinci özümüzü şəxsiyyət daxili olaraq özümüzü dərk edirik, öz hisslərimizi, emosiyalarımızı, duyğularımızı dərk edirik və onu anında idarə edirik. Yəni onunla yəni olduğumuz situasiya ilə başqalarına ziyan vermirik. Həmçinin də ətrafımızdakı insanları dərk edirik, emosiyalarını dərk edirik və onları başlayırıq idarə etməyə. Ki bu insanlar belə deyək də öz problemlərini ətrafa yansıtmasınlar. Biz həmən situasiyanı belə deyək də konstruktiv şəkildə idarə edirik və yeri gələndə ona qarşı empatiya qururuq ki, mən bu durumda olsam neyniyərəm, bəlkə ona mən bir kömək edə bilərəm və yaxud onu bu anını bloklaşdırıb ona hansısa konstruktiv danışıqlar aparmaqla kömək istəyərək və yaxud da kömək təklif edərək biz bu münasibətləri idarə edə bilərik. Və qeyd elədik şəxsiyyət daxili və şəxsiyyətlər arası və burada bu deməli emosional durumun tanınması, idarə olunması, başqa sosial çevrə üçün tanınması, idarə olunması sonda gətirir məsuliyyətli qərar qəbul etməyə. Bizim hörmətli psixoloq alimimiz deməli alimlərimizdən, yəni bizim Artinin də əməkdaşı olan İlahi xanım Tağıyevanın Elmina xanım Kazımova ilə birlikdə yazdıqları dərs vəsaitində göstərilir ki, bunların sonu məsuliyyətli qərar qəbul etmə bacarığına aparılır. İnsan, bax görürsünüzmü, atalarımız nə deyirdi? Hissli başlı ağıl olmaz, belə deyək də, hissli vəziyyətdə qərar verməyin heç vaxt. Ona görə də biz məsuliyyətli qərar qəbul etməni, bax, sosial emosional bacarıqların sonuncu pilləsi kimi qəbul edirik. Yəni biz burada etik normalar, təhlükəsizlik problemləri, sosial normalar, müxtəlif hərəkətlərin nəticələrini real qiymətləndirilməsinə əsaslanaraq özümüzün və digərlərinin rifahı üçün fərdi davranış və sosial qarşılıqlı münasibətlər mövzusunda konstruktiv və diqqətli seçim etmək bacarığı ilə məsuliyyətli qərar qəbul edərək, belə deyək də, özümüz və başqaları üçün belə deyək də, qərarlar qəbul edirik. Həyatımız üçün, başqalarının həyatı üçün və bu da sosial emosional bacarıqlara daxil olan bacarıqlardan biridir. Sosial intellekti, yəni sosial emosional bacarıqları güclü olan insanlar necə olur? Bu haqda fikirləriniz varsa buyurun yaza bilərsiniz və siz yazana qədər də mən onları izah edeyim ki, sosial belə deyək də, sosial emosional bacarıqları güclü olan insanlar nə hiss etdiklərini müəyyən edə bilirlər. Yəni anında öz durumlarını müəyyənləşdirirlər və vəziyyəti idarə etməyi bilirlər. Onlarda özgüvən formalaşır və özünü qəbul etməyə malik olurlar. Yəqin ki, psixoloqların çıxışlarında eşitmişsiniz ki, bəzi insanlar var ki, özlərini qəbul etmədən müəyyən bir uğurlu addımlar ata bilməzlər. Ona görə də
özünü olduğu kimi qəbul etmək və həmin belə deyək də çılğınlığını, müəyyən narahatlığını idarə etməyə bacarırlar. Dəyişiklikləri qəbul edirlər. Yəni onlar inkişafa açıq insanlar olurlar. Başqalarına qarşı onlarda empatiya hissi olur. Empatiya bizim özümüzü başqasının yerinə qoymaq deyil. Bizim özümüzü başqasının yerinə qoyub onun hiss etdiklərini, duyduqlarını, yaşadıqlarını hiss etmək bacarığımızdır. Yəni biz qarşı tərəfin yerinə qoya bilərik özümüzü, amma onun yaşadıqlarını, onun hiss etdiklərini hiss edə bilərikmi? Yəni bizim güclü empatiya hissimiz olmalıdır ki, onu duya bilək, hiss eləyə bilək. O zaman biz deyə bilərik ki, bəli, məndə empatiya hissi var. Digər insanların hisslərinə həssaslıq göstərirlər. Yəni mən tövsiyə edirəm ki, bizim məktəbəqədər təhsil müəssisəsinin tərbiyəçi müəllimlərimdə empatiya bacarığı yüksək olsun. Çünki o bizim özümüzün də evladımıza arzuladıqlarımızı biz o uşaqlara arzulamalıyıq, onlarda onu formalaşdırmalıyıq. Ona görə də uşağa qarşı da empatiya hissi güclü olmalıdır. Digər insanların hisslərinə qarşı həssaslıq göstərirlər, səhvlərinə görə məsuliyyət hissi duyururlar. Ümumiyyətlə, sosial emosional bacarıqları güclü olan insanlar məsuliyyətli insanlar olur. Səhvlərinə görə onlar məsuliyyət daşıyırlar və situasiyanı özləri üçün belə deyək də analiz edirlər, analiz etmə bacarıqları olur. Mürəkkəb vəziyyətlərdə duyğularını idarə edə bilirlər. Əsəbi olsalar belə, indi insanıq, insanlıqdır ya, yolda gələndə hansısa bir situasiya bizi əsəbləşdirə bilər, evdən əsəbi çıxıb gələ bilərik, amma bu onu demir ki, biz onu sinif otağına, qrupa, yəni bağçanın qrupuna gətirməliyik. Xeyr, artıq biz o vəziyyəti idarə etməliyik. O bəzi deyirlər, udmalıyıq, udmamalıyıq. Xeyr, udsaq da bu bizim orqanizmamıza ziyandır. Ona görə də biz müxtəlif meditasiyalarla, onun nəfəs texnikasını düzgün idarə etməklə, ən sadəsi nəfəs texnikasıdır ki, nəfəs texnikası ilə biz həmin o, belə deyək də, mürəkkəb vəziyyəti idarə etmiş oluruq. Və bu insanların ünsiyyət qurmaq bacarıqları güclü olur. Ona görə də sosial-emosional bacarıqları güclü insanlarla rahat şəkildə ünsiyyət qura bilirlər deyə göstərilir. Bəs sosial, bəli, təmiz havada olmaq, bəli, oksigenli havada nəfəs almaq, nəfəs texnikası, ən çox da qarın nəfəsi, dərindən nəfəs. Bundan sonra biz psixogimnastikalar tövsiyə edirik, meditasiyalar tövsiyə edirik ki, onlar bizim o stresi, belə deyək də, orqanizmdən uzaqlaşdıran texnikalardır. Sosial-emosional intellektin, deməli, emosional intellektin əhəmiyyəti nədən ibarətdir? Bu, deməli, uşaqlara öz həmyaşıdları ilə, müəllimləri ilə, valideynləri ilə düzgün ünsiyyət qurmağa imkan verir. Biz ona görə uşaqlara imkan verməliyik ki, onlar öz emosiyalarını bizə deyə bilsinlər. Bununla bağlı müxtəlif oyunlar da keçirə bilərsiniz ki, məsələn, göstərə bilərsiniz ki, hansısa bir emotion forması ki, məsələn, uşaqlar onu təqlid eləsinlər. Məsələn, biz müəyyən məktəblərdə bunu keçiririk. Məsələn, deyirik ki, qəzəblən, qəzəbli bax, və yaxud sevincli bax, xoşbəxt ol. Yəni, bunu uşaqlar artıq müəyyənləşdirə bilirlər və bu emosional intellektində inkişafı uşaqlara imkan verir ki, öz digər həmyaşıdları ilə, müəllimləri ilə, valideynləri ilə düzgün ünsiyyət qura bilsinlər. Həmçinin də belə uşaqlar ümumiyyətlə yüksək tənqidi və məntiqi təfəkkürə malik olduğuna görə ona verilən rəylərə adekvat reaksiya göstərirlər. Yəni bu zaman məsəl üçün düzgün formalaşdırılmış emosional intellekt uşaqlara hətta onlara tapşırılan tapşırıqları, verilən oyun qaydalarını, həmçinin də daxili motivasiyanın yaradılmasına müsbət təsir göstərdiyini alimlər vurğulayırlar. Burada özünü dərk etmək üçün, deməli, uşaqlar özünü dərk etmək üçün öz zəif tərəflərini də artıq bilmiş olurlar. Ona görə də onlar zəif tərəflərini inkişaf etdirmək üçün təbii ki, tərbiyəçi müəllimin köməyi ilə artıq onları, belə deyək də, idarə edib inkişaf etdirə bilirlər. Deməli, sonra biz, deməli,
müxtəlif belə deyək də testlər vasitəsilə bu özünü dərk etmə bacarıqlarını, ondan sonra özünü idarə etmə bacarıqlarını, yəni bunların hər birini ölçmək üçün müxtəlif təbii ki testlər var. O testlər məsələn uşaqlarda təbii ki alınmır bağça yaşlılarına, amma biz bunu məktəblərdə şagirdlərlə həyata keçirə bilirik ki, onlar belə deyək də hansı vəziyyətdə, yəni sosial-emosional vəziyyətinin hansı mərhələdə olduğunu müəyyənləşdirə bilək. Emosional intellekti formalaşdırmaq üçün biz ilk növbədə uşaqlara özünü ifadəyə şərait yaratmalıyıq ki, onlar özlərini ifadə edə bilsinlər, duyğularını deyə bilsinlər. Səmərəli təlim və ünsiyyət mühiti formalaşdırmaq lazımdır. Uşaqlar düzdür, kiçik məktəbə qədər yaş dövründə onlar yaxşı danışa bilməsələr belə biz onları səbirli şəkildə dinləməliyik, mütləq şəkildə. İstedadlı və potensialı yüksək olan uşaqları üzə çıxarmaq lazımdır və yaradıcı yanaşmanı dəstəkləmək lazımdır. İstiqamətləndirici suallar verməklə onları düzgün danışmaq, cümlələri ardıcıl quraraq fikirlərini tam şəkildə ifadə etməsinə dəstək ola bilər. Ona görə də biz emosional intellekti formalaşdıraraq dəstəkləyici mühit yaratmış oluruq, əziz müəllimlər. Özünü qiymətləndirmə və qarşılıqlı qiymətləndirmə strategiyalarından istifadə edirik və burada refleksiya etməsinə istiqamət veririk ki, uşaqlar öyrəndiklərini bizimlə paylaşa bilsinlər. Və burada biz qrup daxilində tərbiyəçi müəllimlər məsələn öz emosionallığını məsəl üçün müəyyən üz mimikaları ilə də uşaqlara artıq emosional durumunu öyrədə bilər ki, uşaqlar da sosial dərk etmə bacarıqlarını inkişaf etdirə bilərlər. Və əslində burada onların hissləri və həyəcanları düzgün idarə edilməsi üçün də müəllim özü birinci növbədə nümunə olmalıdır ki, uşaqlar streslərini düzgün şəkildə idarə edib orqanizmlərinə ziyan vurmasınlar. Mən çalışdım ki, biraz belə deyək də qısa şəkildə izahat verim, çünki bu mövzu çox geniş mövzudur. Onun da haqqında nə qədər çox danışsaq da, o qədər də vaxtımız da biraz çox gedir və istəyərdim ki, əgər bizim həmkarlarımızın sualları varsa, o sualları cavablandırım və buyurun. Vaxtımız da bitəcək birinci Zoom'umuz, ikinci linki göndərəcəm. ona görə. İndi müəllimənin vaxtı olar qoşular, olmaz da ki, çox sağ olsun. Çox Bəli. gözəl düşünürəm, dəlin, biliklər ötürdər Mən birinizə. telefonuma bayaqdan zəng gəlir, ona görə biraz Mən də istəyirəm ki, dayanımım var. yekunlaşdırım ki, Mən də bəli, dayanmır, ona görə- müəllimlərim qoşula bilmirlər. bəli. Aha. Buyurun Aha. müəllimlər, suallarınızı verin zəhmət olmasa. Nə suallarınız var? Nəsə qaranlıq qaldısa, nəsə aydın deyilsə. Var suallarınız? Aha, səsləriniz gəlmir. Sevdə müəllimə, səsiniz gəlmir, açmısınız. Chat bölməsində yazın istəyirsiniz, mən səsləndirim. Çox sağ olun, təşəkkür edirəm. Özün çox sağ Xoş olun. sözlərinizə görə Suallarınız minnətdaram. yoxdur elə anlayıram, hə? Yəni hər bir şey Nə aydın gözəl. oldu, açıqlası. Aha, sual yoxdursa, mən həmişə tələbələrimə deyirəm, sual yoxdursa ya biz çox yaxşı anladıq, ya da ki, heç nə anlamadıq. İndi yəqin ki, bizim auditoriyamız Birinci. müəyyən qədər bəli, məlumat əldə etdilər. Təşəkkür edirəm hər birinizə görə. Sizə də Biz də sizə minnətdarlığımı minnətdarıq bildirəm. müəllimə. Dəyərli Sağ olun. vaxtınızı bizə ayırdınız. Çox sağ olun. Çox Sizi sağ burada olun. görmək xoşdur. Var olasınız. Minnətdaram. Sağ olun. Aha, Gecəniz xeyir çox sağ olsun. Xeyrə qarşı. Sağ olun. Müəllimlər, indi Sağ olun. ikinci linki göndərəcəm. Biraz belə sual-cavab edərik, bir də test işlədəcəm bu mövzu ilə əlaqəli. Gözləyin, ikinci linki göndərin. Vaxtında qoşulun müəllimlər yazırlar ki, qoşula bilmirik. Limit dolub deyə. Gözləyin. Bax, valideyndir, o qədər çətin valideynlər var. O da onun psixoloji durumundan əlaqəlidir. Onu da əlbəttə günahlandırmaq olmaz. Empatiya qurmalıyıq. Bax, o qədər hırçın valideyn var. Eləsi var sözü dinləməmiş, elə ancaq keçir mübahisə etməyə, nə tənqid etməyə, hətta təhqirə keçir. Eləsi var, misal üçün, həddən artıq çox narahatdır. 2 dəqiqədən bir, 2 saniyədən bir bəlkə də yazır, övladım yemək yedimi, tərlədimi, su içdimi, misal üçün və s. Siz də bilmirsiniz o mesajını cavablayasınız, zənginə cavab verəsiniz, yoxsa nə edəsiniz?
Yoxsa uşaqla məşğul olasınız. Bax, həqiqətən. Ona görə sizin o sözləriniz, bax, kommunikativ bacarıq deyirik ya hər dəfə. Kommunikativ bacarıqlarınız yüksək səviyyədə olmalıdır. Bax, mən çox müşahidə etmişəm, həqiqətən çox tərbiyəçilərlə canlıda da görüşmüşəm və onlarda ən böyük problem nədir? Çox güman ki, aranızda müəllimlər də bunun fərqinə varacaq. Özlərini ifadə edə bilmirlər. Çəkinirlər, utanırlar. Ən böyük problem budur. Bax, həqiqətən məndən sizə bir təlimçi kimi, bir müəllim, bir insan kimi məsləhət, özünüzün sosial bacarıqlarınızı inkişaf elətdirin. Bax, müəllim var, deyir, utanıram. Müəllimə yox, belə çəkinir, gedir kənarda oturur. Bəs sən özün, müəllimə, əgər ki, sosial keyfiyyətlərə, bacarıqlara sahib deyilsənsə, uşaqda onu necə formalaşdıra bilərsən? Sən özün lider ruhda, təşkilatçı bir bacarığa sahib olmayan bir şəxssənsə, sən onu uşaqda necə inkişaf elətdirə bilərsən? Yadınızda saxlayın, siz rol modelisiz, siz nümunəsiz uşaqlara və mən iki cümləni düzgün qura bilmirəmsə, bu eyib deyil, öyrənməmək eyibdir. Bax, biri var ki, mən bilmirəm, mən də nəyisə bilməyə bilərəm, düz, amma mən çıxıram onu araşdırıram, onun üzərində çalışıram. Görürsünüz, bax, mən bunun fərqindəyəm və onun üzərində çalışıram. Müəllimlər də fərqində olmalıdır ki, bəs mən axı fikrimi iclasdır, tədbirdir, yığıncaqdır, müəllimlər utanır çıxıb fikrini bildirsin. Yəni 30-40 müəllim varsa, inanın mənə, 5 müəllim ancaq çıxır fikrini ifadə edir, qalanları eləcə dinləyici kimi oturur. Və bu sadəcə o yığıncaqda deyil, valideyn iclasında da düşünürəm ki, belədir. Valideynlə üz-üzə gələndə də cümlələr bilmir hansı sözü seçsin, hazır cavablığı yoxdur. Uyğun sözlər seçmək. Yəni sizə söz deyirmi, onu sonuna qədər dinləyirsiniz. Bu hörmətdən irəli gəlir, həm də kommunikativ bacarığınızın olduğunu göstərirsiniz, yəni bölmüsünüz sözünü. Sonra da yenə də məsələn mən sizi anlayıram, empatiya quruq axı, onu da bildiririk qarşı tərəfə. Amma baxın, bax belə olub deyəndə doğru cümlələrlə. Biri var, mən ancaq özümü haqlı çıxarım. Yox, siz səhvsiz, mənəm haqlı. Məsəl üçün mən belə etməmişəm və s. qarşı tərəf daha çox qıcıqlanır. Bir də var ki, mən nə edirəm? Mən onu anlayıram və məsələni yəni sırf özümü haqlı çıxartmaq deyil, yəni o tərəfdən baxıram da valideyn öz övladınızı götürün. Məsəl üçün gördünüz ki, övladınızın əlində cızıq gəldi, məsəl üçün üzündə dişlək izindən gəldiniz. Nə düşünərsiniz? Yəni mən valideyn olaraq beynimdə bir ssenari quraram, hələ müəllim olmama baxmayaraq beynimdə bir səhnə keçər. Yəni özünüz müəttəl qalarsınız ki, müəllim, bunu hardan çıxartdınız? Çünki valideynik, övladımızın qarşısına qalırıq, narahat oluruq. Biri var, müəllim mənə əvvəlcədən zəncirli deyir, bilirsinizmi, bax övladınız bu gün yıxıldı. Mən onu o qədər həssaslıqla, o qədər gözəl anlayaram. Görürəm ki, həqiqətən məndən nəyisə gizlətməyə çalışmır. Mən bunu öz müdavimlərimə deyirəm. Bax biri var, uşaq yıxılıb gəlib özü deyir ki, mən bu gün yıxıldım və yaxud mənim əlim cızılıb, məsələn, üzümü dişləyiblər. Mən bunu uşaqdan eşidəndə beynimdə ssenari qururam. Bax, valideyn olaraq. Amma müəllim mənə deyəndə mən artıq onu anlamağa çalışıram. Deyirəm ki, insanda gör nə qədər uşaq var. Ola bilər ki, diqqəti 2 dəqiqəlik yayınıb. Həqiqətən belədir. İstisna hər zaman var. İndi elə valideyn çıxar ki, anlamaz sizi, daha da üstünüzə gələr, o istisna olur. Amma ki, çoxluq olaraq normal psixologiyalı insanlar, inanın mənə, sizin zəncinizdən, mesajınızdan sonra siz onunla əlaqə saxlayanda sizi anlayır. Artıq belə qeyd edim, sakitləşdirirsiniz onu. Doğru cümlələrlə, doğru misal, konstruktiv yanaşma ilə ki, həqiqətən üzürlü sayın, belə oldu və s. o sizi anlayacaq, inanın ki. Ay, sağ olun. Deməli, Əliyeva Gül müəllimə, səs açın zəhmət olmasa. Motivasiya olursunuz, məhsusadır. Gözəl müəllimə. Hə, müəllimə, deməli, siz mənə nə deyəsiniz? Sizə sual verim, yeni variantlar verəcəm. Empatiya nədir? Qəzəbini idarə etmə, başqasının hisslərini anlamaq, qayda qoymaq, öz davranışınıza nəzarət. Başqasının hisslərini başa düşməkdə empatiya. Ay, sağ olun. Başqalarının hisslərini anlamaq, başa düşmək empatiya deməkdir. Simpatiya nədir bəs? Görün bilirsinizmi? Simpatiya müəllimə. Bəyənməklə yanaşı başqa mənası da var, amma bəyənmək deyək. Başqasını bəyənmək, ondan xoşlanmaq, yaxşı enerji almaq, emosiyalar almaq. Amma başqadır. Məsələn, onun yenə hisslərini anlamaq kimi də götürmək olar. Pərəstiş göstərmək də ora aiddir müəllimə. Pərəstiş, simpatiya. Ay, sağ olun. Olar, bəli. Xoşu gəlmək. Xoşu gəlməklə yanaşı, amma eyni zamanda hisslərini də anlamaq. Amma simpatiya nədir? Misal üçün, ay, sağ olun. Pərəstiş, yəni xoşum gəlir də ondan. Bu sadəcə sevgi mənasında deyil. Sadəcə bir insan sizə simpatikini gəlirsə, deyir simpatikinin yaxşı, xoşunuza gəlir, onun davranışımı, sözümü, özümü və s. pərəstiş edirsiniz, düzdür. Yaxşı, Gül müəllimə. Siz mənə deyirsiniz, sosial münasibət bacarığına misal hansıdır? Variantı diqqətlə baxın. Baxın, sosial münasibət bacarığına misal hansıdır? Emosiyanı sözlə ifadə etmək, A variantı. Paylaşmaq, B variantı. Sakitləşmək, C variantı. Özünü tanımaq, D variantı. Hansı olacaq? Müəllimə. Hardayım mən, heç özümü görmürəm.
A bəndidir, birinci. Gördünüzmü? Emosiyanı sözlə ifadə etmək olarmı ki, sosial münasibət? Sosial münasibət deyəndə burada ikinci tərəfdə olmalıdır. Düzdür, mən ikinci tərəflə nə etsəm, sosial bacarıqlarımın, sosial münasibətlərimin inkişaf olunduğunun, var olduğunun, mövcud olduğunu göstərmiş olaram. Olmasa Nə etsək? variantlar bir də deyərdim. Variantları yaxşı. Emosiyanı sözlə ifadə etmək, paylaşmaq, sakitləşmək, özünü tanımaq. Paylaşmaq Hansı? deməli mən. Ay, sonra əlbəttə paylaşmaq. Düzdür. Bax, Hadicə, deyək ki, bax, uşaqdır, şəkil çəkir və yaxud şəkil çəkmir, top oynayırlar. Hətta fiziki mədəniyyətinə götürək, uşaqlar top oynayırlar. Sonra uşaqlardan biri öz topunu, yəni buradakı topu digər yoldaşından da bölüşür, paylaşırsa, mən fiziki inkişafı hansıyla inteqrasiya versəm uyğun olar? Bax, uşaqlar top oynayırlar, sonra bu uşaqlardan biri həmin o topu yoldaşından da bölüşür. Yəni onu da çağırır, onunla da oynayır birlikdə. Hansı bacarığının olduğunu göstəricisidir. Fiziki ilə sosial deyil müəllimə. Ay, son fizikinin sosial düzdür. Yaxşı, neçə testimiz var görək. Deməli, konflikti sülh yolu ilə həll etmək, baxın, konflikt yaranıb, konflikti sülh yolu ilə həll etmək hansı bacarığın tərkibindədir? Diqqətli olun. Bax, konflikt yaranıb, bu konflikti qeyri-zoraki, hansı ki, məktəb hazırlıq qrupunda formalaşır uşaqda. Qeyri-zoraki yolla, sülh yolu ilə həll edirəm. Bu hansı bacarığın içindədir? Fiziki bacarıq, sosial münasibət bacarığı, təsviri bacarıq. Hansı? Sosial münasibətlər deyil müəllimə. Ay, son sosial münasibət. Düzdür. Sosial münasibətdir. Çox sağ olun. Çox sağ olun. Sonra deməli, Rəna müəllimə. Sağ olun. Rəna müəllimə. Bəli, müəllimə. Bəli, müəllimə, işləyirəm. Axşamınız xeyir. Hər vaxtınız xeyir. Bir də ki, baxın, nəfəs egzersizləri deyirik ya, məşqləri, hər zaman bunu edin. Yəni, həqiqətin faydasını mən də görmüşəm. Bax, burnunuzla dərin nəfəs alın, dərindən, hər biriniz bax, indi edə bilərsiniz. Ağzınızla da yavaş-yavaş nəfəsi verin. Bax, dərindən nəfəs alırsınız. 3 dəfə eləsəz, gün ərzində sakitləşməyinizə gətirib çıxardacaq. Yəni, gördünüz, hava ki, əsəbləşirsiniz, belə artıq siqnalları verir, tez nəfəs məşqini edin. İndi nəfəs məşqi demişdim, Rəna müəllimə. Dərin nəfəs alma üsulu uşağa nə üçün lazımdır? Nitqin inkişafı üçün, emosiyanı tənzimləmək üçün, surəti hesablamaq üçün, mətn oxumaq üçün. Nə üçün lazımdır dərin nəfəs? Ay, sağ olun. Necə tənzimləyirik? Yəni, mən baxıram ki, əsəbləşmişəmsə, həyəcanlanıram və yaxud nəsə narahatam. Əsəbləşib, həyəcanlanıb, dərindən nəfəs alır. Nəfəs alıb, yavaş-yavaş nəfəsi verib özümüzü rahatladırıq. Ay, sakitləşdiririk. Əla. Düzdür. Eyni zamanda bu nəfəs məşqini də biz harda edə bilərik? Fiziki mədəniyyətin yekun hissəsində də etmək olarmı? Yekun hissəsində, bəli, müəllimə. Və bədəni rahat vəziyyətə gətirmək üçün. Əsas hərəkətləri eləyəndən sonra aktiv vəziyyətdən daha yaxşı bölünür. Sakitləşdirmək üçün yekun vəziyyət. Düzdür. Uşaq deyir ki, öz səhvimi etiraf edirəm. Daha doğrusu uşaq öz səhvini etiraf edir. Bax, deyir ki, mənlə siz nəsə üstündə mübahisə etmişik. Mən də yaxınlaşıram, deyirəm ki, müəllimə, mən öz səhvimi etiraf edirəm. Yəni, həqiqətən mən orada səhv idim. Bu zaman hansı sosial bacarıq özünü göstərir? Variantlar özünü tanımaq, məsuliyyətli qərar vermə, empatiya, sosial münasibət. Məsuliyyətli qərar vermədir. Ay, sağ olun. Görürsünüz, məsuliyyətli qərar vermişəm. Qarşı tərəfi də düşünürəm. Ay, sağ olun. Düzdür, paylaşmaq istəmirəm deyən uşaqda hansı bacarıq deyək ki, formalaşmayıb? Və yaxud belə deməyək, fərqli deyək. Nə etməliyik? Bax, uşaq deyir ki, paylaşmaq istəmirəm. Ya oyuncağı, ya topu və yaxud nə isə. Hansı addım atsaq uğurlu olaraq? Cəzalandırsaq. Cəzalandırsaq, başqasından oyuncağı alsaq, uşağı məcbur etmək. Baxın, cəzalandırmaq, başqasından oyuncağı almaq, paylaşmanın nümunəsini göstərmək, paylaşmanın nümunəsini göstərmək lazımdır. Ay, sağ olun. Paylaşmanın nümunəsini. Sosial bacarığı inkişaf elətdirmək. Ay, sağ olun. Düzdür. Paylaşmanın nümunəsini. Yəni, bunu da rol oyunlar vasitəsilə olar. Misal üçün, rol oyunlar. Nağıl danışa bilərik. Çox gözəl tərbiyəvi metodlardır bunlar uşağa. Uşaq özü iştirakçısı olsun rol oyunda, orada lap yaxşıdır. Öz üzərində lap dərk edib anlayacaq. Yaxşı, çox sağ olun. Məsələn, 5 dəqiqə sən oyna, 5 dəqiqə bu uşaq oynasın. Mətbəx taymerindən istifadə edir. Olar, düzdür. Sonra, deməli, hansı müəlliməmizdir? Günel müəllimə Məmmədova. Düzmü deyirəm adlarınızı? Eliza müəllimədir. İbrahimova Eliza müəllimədən sonra Günel müəllimədir. Müəllimə, axşamınız xeyir, necəsiz?
Çox sağ olun, yaxşı olar. Siz necəsiz? Şükür Yaxşı Allah olun razı olsun. inşallah. Sizi Aha. görür yaxşı oluruq. Yaxşı olur. İnşallah ki, hər zaman yaxşı olur. Yaxşı müəllimə, deməli, siz mənə nə haqda məlumat verin. Buyur. Siz mənə deyin, bax, əgər ki, uşaq qrup qaydalarına əməl etmirsə, onda hansı sahə üzrə bacarıqlar formalaşmayıb? Bax, uşaq qrup qaydalarına əməl etmir. Hə. Hansı sahə üzrə bacarıq formalaşmayıb ki, o qrup qaydalarına əməl etmir? Sosial bacarıqlarıdır. Sosial bacarıqlarıdır. Uşaq düzgün qaydalardır. Qayda riayət etmir, düzgün qaydalara riayət etmir. Qaydalara Sonra- əməl etməmək. Bəs yaxşı, bizim Məs- səriştəmiz vardı, şəxsi sosial məsuliyyət. O hansından əlaqəlidir? Hansı Şəxsi sahəyə sosial- əlaqəlidir? Sosial emosionalla da əlaqələrdir müəllimə.